Zeynalov Kamran, Milli Paralimpiya idmançısı, dünya və Avropa çempionuyam. 2008-ci ildə Milli Paralimpiya İdman kompleksində mən məşqlərə başladım. Sumqayıt şəhərində yaşayıram mən və artıq 17 ildir mən idmanla məşğulam. Çətinliklər olsa da mən düşünürdüm ki, qarşımda olan məqsədlə bağlı çətinlik deyiləsi bir şey yoxdur, onu aşmaq olar. Bugünkü gün o çətinlikləri aşdığıma görə dünya və Avropa çempionu olmuşam. Dansəbli rəqs şirkətinin rəqqasıyam, paravelosipedlə də məşğulam, pedaqoji universitetin tələbəsiyəm. Ən böyük arzum olimpiya çempionu olmaqdır. İnşallah ki, onu da bacaracağam. Fiziki məhdudiyyəti olan və olmayan dostlarımıza, gənclərimizə demək istəyərəm ki, fiziki məhdudiyyəti olmaq o demək deyil, axşamacan evdə oturaq. Xeyr, hansısa bir sahəni daha da mükəmməlləşdirək. Həyat bizə bir dəfə verilir, onu yaşamaq bizim də haqqımızdır. Siz öz həyatınızı özünüz ağqara da eləyə bilərsiniz, rəyli də eləyə bilərsiniz. Təbii ki, rəyli həyat daha gözəldir. Gözəl yaşayın.